Salam əziz şagirdlər. Bu videoda sizlərə 2025-ci il 9 mart tarixində keçirilmiş 11 illik buraxılış riyaziyyat suallarının izahını verəcəm. Videoya keçməmişdən öncə qeyd edək ki, dərslərimizə qoşulmaq üçün qeyd edildiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq suallardan. Deməli, bizə düsturlar verilir və deyək ki, paralel köçürmədə A-3 2 nöqtələrdə hansı nöqtəyə çevrilir? Deməli, burada biz birinci bilməliyik ki, birinci x-in qiyməti qeyd olunur, daha sonra y-in qiyməti qeyd olunur. Və uyğun olaraq buradan görərik ki, x bərabərdir -3, y isə bərabərdir 2 olmuş olar. Yəni, -3 2 nöqtələrində. O zaman x eşitlik bərabər olacaq. X üstə gəlsin 4. X-in qiyməti -3-dür. -3 ilə 4-ün cəmi bizə verəcək 1. O zaman y eşitlik bizə bərabər olacaq. Y ilə 1-in cəmi. Y artıq 2-dir. 2 üstə gəlsin 1. Bu da 3 vermiş olacaq. Yəni, yeni paralel köçürmədə alınan qiymətlər 3 və 1 nöqtələri olar. 1-3 nöqtələri olar. Bu da bizdə bir variantı verilibdir. 62-ci sual. Deməli, kəsməsi boş olmayan A və B çoxları üçün 2-dən çoxluğun fərqi verilib və daha sonra bizdən ümumi birləşmələrin ən kiçik qiymətini soruşur. Bu suallarda biz Euler-Venn diaqramını həll etməliyik. Deməli, Euler-Venn diaqramında bura A-dır, bura B-dir. Biz bilirik ki, N A fərqlidir B bu hissəyə düşür. N A kəsişir B bu hissəyə düşür və N B fərqlidir A isə bu hissəyə düşmüş olar. Və bizdən ümumi bunu soruşursa, burada gördüyümüz bütün yəni N A fərqlidir B, N kəsişir AB və N B fərqlidir A-ların hamısını toplamalıyıq. Yəni bu bizə düsturu verir də. N A birləşir B bərabərdir N A fərqlidir B plus N A kəsişir B plus N B fərqlidir A. Biz bunları tapmalıyıq. Və bizdən bunun ən kiçik qiymətini soruşur. Verilənləri qeyd eləsək, bizə A fərqlidir B-ni 6 verib, B fərqlidir A-nı 4 verib. Əgər heç kəsişməsi boş olmayan deyirsə, o zaman kəsişmənin minimum olsa da bir dənə elementi var. Ancaq bizdən birləşmənin ən kiçik qiymətini soruşur. O zaman biz buranı 1 qəbul etmiş olacaq. Və bunları cəm edib bizə verəcək. 6 üstə gəl, 1 üstə gəlsin 4. Bu isə bizə 11 verilmiş olacaq. Doğru cavabımız D variantı. 63-cü suala baxaq. Deməli, şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 84 şəkər çuğundurundan neçə ton şəkər alınır? 80-in sadəcə ilə 20%-ni tapacaqsınız. 80-in 20%-ni tapacaqsınız. Burada isə sıfırlar gedər. Geriyə 16 qalmış olacaq. Doğru cavabımız D variantı idi. Sonra, keçin növbəti suala. Bizə cədvəldə ədədlər verilib və bu ədədlərdən hansıların irrasional olduğunu soruşur. Deməli, ümumi burada 10 dənə ədədimiz var və bunun hansı hissəsi irrasionaldır? Bilirik ki, P, D, Y idi. Bunlar irrasionaldır. Kök çıxmayanlar irrasionaldır. Kökdə 9 çaşdırmasın. Kökdə 9-dan 3 çıxır. Mənfi kökdə 2 idi və 3 kökdə 5 idi. Bunlar nədir? İrrasionaldır. Yəni, cəmi 4 dənə ədədimiz irrasionaldır. Bu isə nəyə bərabərdir? 0,4 etmiş olacaq. Doğru cavab kimi bizə Y variantı verilmiş olacaqdır. Keçək 65-ci suala. Ədədi silsilərlə bağlı bir sualdır. Bilməliyik ki, verilmiş ardıcılıqda, əgər hədlər ardıcıldırsa, ortada duran hədd kənarlarında olan hədlərin cəminin yarısına bərabərdir. Yəni, modulda 3 çıxılsın Y bərabərdir. Y çıxılsın 2, üstə gəl 6 çıxılsın Y bölünsün 2-yə bərabər olacaq. Burada y-lər bir-birini aparar. Biri mənfidir, biri müsbət. Mənfi 2 ilə 6-nın cəmi müsbət 4 edər. 2-yə bölsə 2 almış olacaq. Yəni, 3 çıxılsın y bərabərdir 2 almış oluruq. Modul ifadəyə diqqət etmək lazımdır. Çünki burada mənfi ola bilər. Müsbət də ola bilər. Biz o zaman 3 çıxılsın y-yi bir dəfə 2-yə bərabər eləməliyik. Bir dəfə də 3 çıxılsın y-yi mənfi 2-yə bərabər etməliyik. O zaman buradan alırıq ki, y bərabərdir 1-ə. Buradan isə alırıq ki, y bərabərdir 5-ə. Yəni, 1 və 5 qiymətlərində. Bu da doğru cavab kimi bizə verəcək B variantı. Keçək 66-cı suala. 2 kürədən birincinin həzmi ikincinin həzmindən 27 dəfə böyükdür. O zaman biz deyək ki, birinci olsun V1. İkincidən əgər 27 dəfə böyükdürsə, bu olsun 27 V2. İkinci də olsun V2. Deməli, daha sonra deyək ki, birinci kürənin səthinin sayəsi ikinci kürənin səthinin sayəsindən neçə dəfə böyükdür? Biz burada birinci tərəf nisbətini bilməliyik. Baxın,
V1-in nisbəti ilə, yəni həcmlərin nisbəti onların tərəflərinin nisbətinin kubu ilə düz asılıdır. Kubu ilə düz asılıdır. Deməli, bu olacaq kubu. Aha. Buradan isə V1-in yerinə gətirib 27 V2 yazsaq, olacaq 27 V2 bölünsün V2 bərabərdir A1 bölünsün A2-nin kubu almış olarıq. V2'lər gedər. A1 bölünsün A2 kubu 27-dirsə, o zaman deməli 3-cü dərəcədən kök alsaq, A1 bölünsün A2-ni biz alarıq 3. Çünki 3-ün kubu 27 vermiş olur. Və bizdən sahələr nisbətini soruşur. Biz bilməliyik ki, sahələrin nisbəti isə tərəflərin kvadratlarının nisbəti ilə düz asılıdır. Yəni A1 bölünsün A2 bunun kvadratı. Biz A1 bölünsün A2-ni almışıq, 3 almışıq. Gətirib yerinə yazsaq 3-ün kvadratı edəcək. Bu isə 9 etmiş olacaqdır. Yəni doğru cavabımız bizim burada A variantı idi. Keçək 67-ci suala. Bizdən soruşur ki, iki perpendikular müstəvinin birindən 2 cm, digərindən isə 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Deməli, tutaq ki, 2 dənə müstəvimiz var və bu müstəvilər perpendikulyardır. Burada isə bir dənə A nöqtəsi qeyd olunub. Və A nöqtəsi bu müstəvidən 2 cm, bu müstəvidən isə 4 cm məsafədədir. Və bizdən A nöqtəsindən bu müstəvilərin kəsişmə nöqtəsi də bu hissədir. Bir O nöqtəsi olsun. Buraya qədər olan məsafəni soruşur. Yəni bizdən bunu soruşur. Deməli AO hissəsinin uzunluğunu soruşur. O zaman biz 2-ni paralel olaraq bura köçürsək və buradan diqqət eləsək, bir dənə burada düz bucaq alınır. O zaman biz AO-nu tapmaq üçün Pifaqorunu tapsaq, 2-nin kvadratı 4. Deməli kök altında 2-nin kvadratı 4 plus 4-ün kvadratı 16. Buradan da alırıq ki, kök altında 20. Kök altında 20-ni biz 4 vurulsun 5 kimi yazsaq, 2 kökdə 5 almış olacaq. Bu da bizə D variantında verilmişdir. Keçək 68-ci suala. Çox sadə bir sualdır. Sadəcə bir də 5-i çıxarsaq, bu da bizə D variantı vermiş olacaq. Sadə bir sualdır. Yəni onun üstündə çox fikirləşməyə dəyməz. Sonra 69-cu sual. Birinci eləyə bilərik burada. Loqaritma 2 əsasdan sürətli müxtəsərə görə açsaq, yuxarılar 14, çıxılsın 10, vurulsun 14 plus 10. Müxtəsərə görə açdıq. Məxrəcdə isə 24 var. 14 ilə 10-un cəmi 24 edər. Bu məxrəcdəkindən gedər və qalar yuxarıda 14-dən də 10 çıxanda 4 qalmış olar. Yəni, loqaritma 2 əsasdan 4. Bu isə bizə 2 vermiş olacaq. Doğru cavabımız burada C variantı idi. Daha sonra 70-ci suala baxaq. Deməli, biz bu ifadələri vurğu olduğuna görə bir kökün altında yaza bilərik. Yəni, 11 çıxılsın kök altında 21 vurulsun 11 plus kök altında 21. Diqqətlə baxsaq, bu isə bizə müxtəsəri verir. Yəni, A kvadrat çıxılsın B kvadratı verir. Bu da bərabərdir kök altında 11-in kvadratı çıxılsın kök altında 21-in kvadratı. 11-in kvadratı bizə 121 vermiş olacaq. Kök altı 21-in kvadratı isə elə 21 vermiş olacaq. Buradan isə alacaq kökdə 100. Bu da bərabər kökdə 100-dən isə 10 çıxmış olacaq. Doğru cavabımız A variantı. Sonra 71-ci suala baxaq. Diaqonalların sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Bunun da hazır bir düsturu var idi. Düsturumuz n vurulsun, n çıxılsın 3 bölünsün 2. Bərabər nəyə? 9-a. Çarpaz vursaq, burada n vurulsun, n çıxılsın 3 bərabərdir 18 alarıq. Buradan da n 6-ya bərabərdir. N 6-ya sadədir, yəni diskriminantına gətirməyə ehtiyac yoxdur. Təbii ki, altına əgər belə görə bilmirsinizsə, diskriminantına gətirib oradan tapa bilərsiniz. Yəni, n-i vuracaqsınız, n çıxılsın 3-ə, 18-i sol tərəfə işləyib hesablayacaqsınız. Sonra 72-ci suala baxaq. Deməli, biz bilirik ki, sinus x-in qiymətləri -1 və 1 aralığında dəyişir. Yəni, ən kiçik qiyməti -1-dir, ən böyük qiyməti isə 1-dir. Deməli, onda biz verilən bərabərlikdə A çıxılsın 1 bölünsün 2 ifadəsini bir dəfə -1-ə bərabər eləyəcəm. Bir dəfə də A çıxılsın 1 bölünsün 2 ifadəsini müsbət 1-ə bərabər eləmiş olacaq. Buradan alacağım ki, A çıxılsın 1 bərabərdir -2-yə.
A buradan bərabərdir mənfi 1'ə. Buradan isə A çıxılsın 1 bərabərdir 2'yə. A bərabərdir 3 almış olacaq. Bizdən də A parametrin qiymətlərini soruşmuşdum. Mənfi 1, 3. Y variantı verilmiş olacaq. Daha sonra 73-cü suala baxaq. Bizdən bir bərabərsizlik verilir və ən böyük, ən kiçik qiymətlərinin hasilini soruşur. İlk olaraq qeyd edək ki, mənfi 5,3 deyək ki, burada yerləşir. Burada 0'ı da qeyd edək və burada da 6'ını qeyd edək. Heç biri daxil deyil. O zaman ən kiçik olacaq mənfi 5. Çünki tamlardan söhbət gedir. Mənfi 5 götürəcəm. Ən böyüyünü isə 6'dan ən böyük tam qiyməti isə 5 götürəcəm. Və məndən bunların hasilini soruşur. Mənfi 5 vurulsun 5. Bu isə bərabərdir 25 eləmiş olacaq. Mənfi 25 eləmiş olacaq. Doğru cavabımız bizim C variantı. Sonra 74-cü suala baxaq. Deməli, bu sualda bizdən trigonometrik yeniliklə bağlı bir sualdır. Nə edə bilərik? Biz burada 4 sinüs kvadrat alfa ilə 4 kosinüs kvadrat alfanı bir yazsaq və yan-yana yazsaq 4'ü də çıxartsaq, alaraq ki 4 vurulsun sinus kvadratı alfa plus kosinüs kvadratı alfa. Yəni bunları yan-yana yazdım və 4'ü də xarici çıxartdım. Buradan da aydın bir məsələdir ki, sinüs kvadratı alfa ilə kosinüs kvadratı alfanın cəmi mənə 1'i vermiş olacaq. Bəs tangensin yerinə nə yaza bilərəm? Tangensin yerinə isə tangens nədir? Sinüs bölünsün kosinüsdür. Kvadrata yüksəltdim, aldım sinüs kvadratı alfa bölünsün kosinüs kvadratı alfa. Və sinüs kvadratı alfa bölünsün kosinüs kvadratı alfanın isə bu kosinüsə vursaq, buradakı kosinüslə buradakı kosinüs gedəcək. Nə qalacaq geriyə? Çıxılsın. Qalacaq sinüs kvadratı alfa və burada bir dənə çıxma işarəsi var. Bunu unutmaq olmaz. Yəni burada qarşıda mənfi var deyə bu bura təsir eləyəcək. Burada da çıxma olacaq, çıxılsın. Kosinüs kvadratı alfanı da bu 1'ə vuranda elə kosinüs kvadratı alfa etmiş olacaq. Bu da bərabərdir. 400 sinüs kvadrat alfa üstəlik kosinüs kvadrat alfasına heç vurmağa ehtiyac yoxdur, vurmağa ehtiyac yoxdur. Niyə? Baxın, buradan biz mənfini çıxartmışıq. Mənfini çıxartsam, o zaman mötərizədə yazsam, alacam ki, sinüs kvadratı alfa plus kosinüs kvadratı alfa. Bunları mötərizəyə aldım. O zaman sinüs kvadratı alfa ilə kosinüs kvadratının cəminin 1 olduğunu bilirəm. 4'ü 1'ə vuruldum 4, çıxılsın. Burada da 1 var. 4'dən də 1 çıxdım. İfadəmin qiyməti olacaq 3. Doğru cavab kimi 3. Sonra keçək 75-ci suala. Burada görsənməyib. Bu x-dir. Bu çıxılsın 3x-dir bu. Bu çıxılsın 1'dir. Biz necə yaza bilərik? X kubu ilə 1'i mən qruplaşdıra bilərəm. Yaza bilərəm ki, x kubu çıxılsın 1, çıxılsın 3x kvadrat üstə gəlsin 3x'dən də mən 3x buradan mənfi 3x'i mötərizə xaricini çıxartsam, o zaman alaram ki, x çıxılsın 1. Bölünsün. Buradan da 2'ni çıxardıram. Geridə qalır x kvadrat çıxılsın 1. Və bölmə olduğuna görə tərsinə çevirəcəm. Yuxarı olacaq x plus 1. Aşağı olacaq x kvadratı çıxılsın 2x plus 1. Başqa nə edə bilərik? Biz x kubu çıxılsın 1'i asılışını yazaq. 1'in kubu təbii ki, nə olur olsun 1 eləyəcək. Yəni x kubu çıxılsın 1'in kubu üçün baxacam ona. Bu da mənə verəcək x çıxılsın 1 vurulsun x kvadratı plus 2x plus 1. Müxtəsərə görə açdım. Çıxılsın 3x vurulsun x çıxılsın 1. Bölünsün. Məxrəc ədəbiyyatına asılışını yazar. X kvadrat çıxılsın 1 də a kvadrat çıxılsın 1 kvadratın asılışıdır. X çıxılsın 1 vurulsun x kvadratı niyə? X plus 1 vurulsun x plus 1 bölünsün x kvadratı çıxılsın 2x plus 1 bərabərdir. Yuxarıdan mən x çıxılsın 1'i mötərizə xaricinə çıxardıram. Vurulsun x kvadratı. Buradan x çıxılsın 1'i mötərizə xaricinə çıxardanda geriyə qalacaq x kvadrat üstə gəlsin 2x. Yəni burada qalacaq x kvadratı üstə gəlinsin 2x üstə gəlinsin 1 və çıxılsın 3x. Mən 2x-dən 3x çıxanda nə almış oluram? Deməli, oradan
Daha doğrusu burada niye 2x yazdım ben? Niye 2x yazmışım? Burada 2x olmalı değil. Burada 2x olmalı değil. Onu düzeltmeyi lazımdı. Aha. Burayı da x olarak kalacak. X çıxılsın 3x. Aha. Deməli. Aha. Baxın düzdür hər şey. Bəli, hər şey düzdür. Mən x kvadrat üstə gəlsin x çıxılsın. Üstə gəl 1-dən 3x çıxsam. Burada üstə gəlsin 1 var. Üstə gəlsin 1 var. Çıxsın 3x yazsam. X-dən 3x çıxsam o zaman alınacaq. X kvadrat çıxılsın. Geriyə mənfi 2x qalır. Üstə gəlsin 1. Mütərizə bağlansın. Bölünsün 2 vurulsun. X çıxılsın 1. Və x üstə gəlsin 1. Bu da vurulsun. Yuxarıda x plus 1. Aşağıda x kvadratı çıxılsın 2x plus 1. Buradan x plus 1'lər gedər. X çıxılsın 1'lər gedər. Və bununla da bu gedər. Qalar yuxarıda 1. Aşağıda 2. Bu da bizə nə vermiş olacaq? 0,5 vermiş olacaq. Yəni doğru cavabımız burada 0,5 idi. Sonra baxaq biz 76-cı sual. Biz bilirik ki, kompleks ədədlərdə i'nin üstü neçədirsə biz ona 4'ə bölüb qalığı götürürük. Yəni i üstü 5 nəyə bərabər olacaq? I üstü 5 bərabər olacaq i'yə. I üstü 35 isə bərabər olacaq. 4'ə bölsək qalığımız nədir? 4'ə bölsək qalığımız bizdə 3'dür. Yəni i kubuna bərabərdir. Bu isə i kvadratı vurulsun 1 i deməkdir. Yəni də yazaq yaxşı. I kvadratı vurulsun i deməkdir. I kvadratı mənfi 1 olduğuna görə, yəni mənfi i'yə bərabər olmuş olacaq. Gətirib yerinə yazsaq. Z1 çıxılsın 9 çıxılsın x i. Z2 bərabərdir. Y plus 6i olmuş olacaq. 6i yox. Çıxılsın 6i olacaq. Çünki orada müsbətdir. Burada toplam işarəsi var. Çıxılsın 6i olacaq. Çünki i mənfidir harsa. Deməli, kompleks ədədləri qoşmaq olarsa, o zaman onların həqiqi hissələri və xəyali hissələri bir-birinə bərabərdir. Yəni y bərabər olacaq 9'a. i'nin qarşısında duran isə xəyali hissədir. O zaman olur mənfi x bərabərdir 6'ya. Buradan da x bərabərdir mənfi 6 olmuş olacaq. Yəni bizdən də bunların cəmi soruşur. X plus y-in cəmi soruşur. Bu isə bizə verəcək 9 plus mənfi 6 bərabərdir 3 etmiş olacaq. Doğru cavabımız 3. Sonra getmiş 7-ci sual. Bizdən uyğun tərəfdə paralel iki uzaqlardan biri o birinin 80%'ni təşkil edir. Soruşur. Böyük buzan dərəcə ölçüsünü tap. Biri olsun alfa, digər olsun alfa vurulsun 80 bölünsün 100. Yəni bu nə deməkdir? 0,8 deməkdir. Biri alfadır, digər 0,8 alfadır. Və bunların biri cəmi bilirik ki 180'ə bərabərdir. Çünki uyğun tərəfdə paralel olan iki uzaq deyir. Alfa plus 0,8 alfa bərabərdir 180'ə. 1,8 alfa bərabərdir 180. Buradan alfanı alırıq 100. Alfa 100'dürsə 0,8 alfa nə qədər olacaq? Bu da olacaq 80. Bizdən böyük uzaq soruşmuşdu. Doğru cavabımız olacaq 100. Baxaq 78-ci suala. Üslü bir tənlikdir. Biz necə yaza bilərik? Biz 3 vurulsun 5 üstü x-dən bir işimiz olmaz. Bu olduğu kimi saxlayaq. Biz 5 üstü x plus 1'i belə yaza bilərik. 5 üstü x vurulsun 5 şəklində yaza bilərik. Düzdürmü? Bu da bərabərdir. Bu da bərabərdir 200. Buradan 5'i 5 üstü x'i çıxartsaq, geriyə qalacaq 3 plus 5 bərabərdir 200. Yəni 3 ilə 5'in cəmi 8, yəni 8 vurulsun 5 üstü x bərabərdir 200'ə.
500x neye beraberdir? 208'e bölse 25 almış olar. O zaman 25 ne demektir? 25 5'in kvadratı demektir. Eğer əsaslar birbirine beraberse qüvvətlər də birbirine beraberdir. Yani x beraberdir 2. Doğru cevabımız 2 olacaktır. 79. suala baxaq. 79. sualda deməli nədir? Akt salında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli bizdə yer sayı var və bir də sıra var. Qeyd eləyək yer və sıra. Deməli yer sayı sıra sayından 8 vahid çoxdur. Aha. Deməli o zaman sırayı mən deyərəm A, yer sayına deyərəm A plus 8. Bu belə olacaq. Və bilirik ki, bir düzbucaqlı formasındadır. Ümumi yerlərin sayını tapırıqsa, belə deyək, düzbucaqlı şəklindədir. N'in uzunluğuna vurmalıyıq da, yəni. O zaman biz A-nı A plus 8'e vursaq, nə almış olarıq? 384 almış olarıq. Buradan da biz diskriminanta da gətirə bilərik. Təbii ki, kvadrat tənliyə gətirməliyik. Amma 16 da, yəni 16 vurulsun 24, 384. Buradan A-nın qiyməti 16'dır. A-nın qiyməti 16'dır. Mən belə şifayı tapdım. Bizdən nəyi soruşmuş? Sıraların sayını soruşmuş. Sıraya A demişdim. O zaman doğru cavabımız olacaq A variantı. Mən burada şifayı tapdım. Ancaq siz ətraflı yazı tələb olunur deyə kvadrat tənliyə gətirəcəksiniz. Yəni yazacaqsınız ki, A kvadratı plus 8A bərabərdir 384. Daha sonra 384'ü sol tərəfə keçirdib o formada diskriminantla tənliyin köklərini tapacaqsınız. Təbii ki, biri mənfi olacaq. O mənfini götürə bilmərsiniz. Çünki sıra mənfi ola bilməz. Müsbət götürəcəksiniz yazıda. Sonra 80-ci suala baxaq. 80-ci sualda biz necə yaza bilərik? Ekvivalent teoremini burada tətbiq eləyə bilərik təbii ki. Çünki AM bizə 9 verib, verilənləri birinci qeyd edək. MC-ni 16 verib. O zaman mən BM-in uzunluğunu bilmirəm. H deyim. Təbii ki, hündürlükdür. H-ın kvadratı bərabərdir 9 vurulsun 16. Bu da 144'e bərabərdir. O zaman H nəyə bərabərdir? 144'ün kvadratı 12. Deməli hündürlüyümüz 12'dir. Bura 12'dirsə, artıq bura 12 yazdım. Bura 12'dirsə o zaman BC Pitagor ədədlərdir. BC 20'dir. AM 15'dir. Bizdən də bunun sayısını soruşur. 15 vurulsun 20 bərabərdir 300. Deməli sahəsi 300 imiş. Sonra baxaq 81-ci suala. Deməli, supermarketlərdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 azın, 10 azın və 20 azın dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 lira təqdim olunur. Qəşəng. Sonra deyir ki, 20 manatlıq, gəlin oxuduqsa qeyd eləyək. Baxın. Deməli, biraz şəkli böyüdək. Aha. Deməli, bura olsun bu 5 manatlıq, bu 10 manatlıq, bu isə olsun 20 manatlıq. Və bilmirəm, hər birindən nə qədərdir. Ümumi olaraq 28 dənədir. Deyək ki, bu olsun X, bu olsun Y, bu isə olsun Z. Hələ ki, bilmirəm, sonra bunlar arasında bir əlaqə quracaq. Daha sonra deyir ki, 20 manatlıq kuponların sayı 10 manatlıq kuponların sayından 2 dəfə azdır. 20 manatlıq kuponların sayını demişəm, Z demişəm. Onda mən 10 manatlıq kuponların sayına artıq 2Z deyəcəm. Çünki 2 dəfə azdır. 20 manatlıqlar 10 manatlıqdan 2 dəfə azdır. Buraya yazacağım 2Z. Sonra deyir ki, 5 manatlıq kuponların sayından isə 16 ədəd azdır. Hansılar? 20 manatlıqlar 16 ədəd azdır. 20 manatlıqlara mən Z demişəm. O zaman mən 5 manatlıqlardan X-i silib bura Z plus 16 yazacağım. Z plus 16 yazacağım. Və bu sayı 28'e bərabərdir. Burada qeyd olunub. O zaman yazıram Z plus 16 plus 2Z plus Z bərabərdir 28'e. Buradan alıram ki 4Z plus 16 bərabərdir 28'e. O zaman Z bərabərdir. 16'nın sağ tərəfə keçirsəm 12 alaram. 12'ni 4'e bölsəm 3 almış olacaq. Deməli Z 3'dür. İndi nə edə bilərik? Z 3'dürsə
O zaman 20 dənə olan, yəni 20 manatlıq olan 3 dənədir. 10 manatlıq olan 2 zetidir. 6 manatdır. Yəni 6 dənədir daha doğrusu. 5 manatlıq olanlar isə z plus 16 idi. Z 3 tapmışam. Cəmi eləyəcək 19 dənə. Bu belə. Daha sonra nə edir? Deyir ki, üçləri təsadüfən seçdiyi 2 zərfdəki 2 dənəsini artıq seçir. Ümumilikdə 30 manat dəyərli olması açısından ehtimalını tapın. Amma yəni müştəri bu zərfdə olan kuponlardan ikisini çıxardır. Hansı ki, həmin kuponlar 5 manatlıq kupon var, 10 manatlıq var, 20 manatlıq var və onların cəmi 30 manat olmalıdır. Təbii ki, burada 2 dənə kupon çıxardıbsa, biz burada tutaq ki, bir dənə 5 manatlıq çıxarsam, bir dənə 10 manatlıq çıxarsam, mənim əlimdə 15 manatlıq pul olacaq. Amma mənə 30 deyir. O zaman mən bir dənəsini 10 manatdan çıxartmalıyam. Bir dənəsini 20 manatdan çıxarmalıyam ki, cəmisi 30 manat etsin. Və 2 dənə kupon çıxarmışam. O zaman 28 dənədirsə, nəzər yazacağım. Kombinzon 28-dən 2 dənəsini seçirəm. Daha sonra və hansılarından 6 və 3 dənə olanlarından. Yəni 10 manatlıq olanlardan olmalıdır. Hansı ki 10 manatlıq olanlar 6 ədəddir. Tapmışam. 20 manatlıq olmalıdır. 20 manatlıq olanlar isə 3 ədəddir. Yəni kombinzon 6-dan biri bundan olmalıdır. Vurulsun. Kombinzon 3-dən bir dənə də burada olmalıdır. Bu isə bərabərdir. Bu isə bərabərdir. Deməli, kombinzon 6-dan 1 elə 6 deməkdir. 3-dən 1 elə 3 deməkdir. Bölünsün 28 faktorial bölünsün. 28 qeyd edək. 28 faktorial bölünsün. 2 faktorial vurulsun. 26 faktorial deməkdir. Bu isə bərabərdir. 6 vurulsun 3 bölünsün. Deməli, biz 28-i 26 faktorial vurulsun, 27 vurulsun, 28 kimi yazsaq, orada 26 faktorial ixtisar gedər. Nəticə etibarən qalacaq 27 faktorial vurulsun 14. 28-dən də 2 ixtisar gedəcək. Burada isə 3 ilə 27 ixtisar gedər. Burada qalar 9. 6 ilə 14 gedər 2-yə. Burada olar 7. Burada olar 3. 3 ilə də bu 9 gedər. Burada olar 3. Yuxarıda nə qaldı? Yuxarıda qaldı artıq 1. Məxrəcdə qaldı 21. Yəni 21-də 1-ə bərabərdir bu ehtimal. Doğru cavabımız 21-də 1 olacaq. 82-ci suala baxaq. Bizdən verilib ki, deməli, ABC 40 dərəcə. Qeyd edək. Bax, buranı bizə verib 40 dərəcə. Bura 40 dərəcədir. Bura 40 dərəcədir. Aha. Sonra, bura 40 dərəcədirsə, o zaman diametrə söykənən bucaq olacaq 90 dərəcə. Yəni, C 90 dərəcədir. O zaman A'ya nə qalır? A'ya qalır 50. Çünki bir üst bucaq alınır. 40, 90. Bura qaldı 50. Bura 50'dir. Bizdən KMC-nin uzunluğunu soruşur. Yəni, dərəcə ölçüsünü daha sonra soruşur. Aha, KMC-nin qövsünün dərəcə ölçüsünü soruşur. Uzunluğun yox. Aha. Nə edə bilərik? Biz bilirik ki, deməli, qövsə söykənən xarici bucaqla qövsün dərəcəsinin cəmi nəyə bərabərdir? 180-ə bərabərdir. Yəni, qövsə yaxın bucaqla cəmi 180-ə bərabərdir. Yəni, demək istəyirəm ki, 50 plus KMC bu bir qaydadır. Bu nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. O zaman, bura 50-dirsə, artıq mən KMC-ni necə tapa bilərəm? KMC bərabərdir. 180 çıxılsın 50, yəni 130. Doğru cavabımız burada bizim 130 olacaqdır. Elə də çətin sual deyil, yəni bu. İlk başdan çətin sual oxşasa da çox rahat bir sualdır. Sonra 83-cü sual. Burada deməli, düzgün piramidadan söhbət gedir. Düzgün piramidadan söhbət gedirsə, bilməli ki, bunun oturacağı nədir? Kvadratdır. Yəni, tərəfləri A-dır. Bura A-dırsa, o zaman burada A-dır. Bunları ilə qeyd edək. Bizdən tam səthin sahəsini verib 360. Bilirəm ki, S tam nəyə bərabərdir? S tam bərabərdir. S-yan plus S oturacaq. O zaman mən S-yanı tapsam, S-yan nəyə bərabərdir? S-yan bərabərdir. S tam çıxılsın, S oturacaq. S tam 360-dır. Şərtdə verib, S oturacaq 100-dür. Onu da özü qeyd edib. Bu isə bərabərdir 260. Bizdən apofemin uzunluğunu soruşur. Aha. Bəs yaxşı. S-yan nəyə bərabərdir? S-yan bərabərdir. 2-də 1 vurulsun. 2-də 1 vurulsun. P oturacaq. Vurulsun H. H burada apofemdir. Bərabərdir 260-a. Mən burada P oturacaq tapsam işim pasatdır. Deməli,
P oturacağı necə tapa bilərik? Bizə S oturacaq 100 verilib və bu düzgün piramida sözü ilə belə qeyd olunur. Bunun əgər oturacağı kvadrattırsa, o zaman bunun sahəsi olacaq a kvadrat. Yəni a kvadratı bərabərdir oturacağın sahəsi bərabərdir 100-ə. Buradan a nəyə bərabərdir? Buradan tapırıq ki, a bərabərdir 10-a. Deməli, bunun tərəfi 10 olur. Bura 10-dursa, burada 10-dur. Və ümumi perimetrimiz nə olacaq? Ümumi perimetrimiz olacaq. P bərabərdir. Yəni oturacağın perimetri 40 olmuş olacaq. O zaman gətirib yerinə yazsaq, 2-də 1 vurulsun 40, vurulsun h. Bərabərdir 260. Buradan da 20 ilə 40 ixtisar gedər. Burada 20, h da bərabərdir 260-da 20 bölsək 13 almış olar. Yəni apogeomun uzunluğu 13 olmuş oldu. Daha sonra keçək burada 84-cü suala. Deməli, bizə bir cədvəl verilib. Boyların uzunluğu 170-dən az və 170-dən çox olan oğlan və qızlar var. Aha. Çox sadə. Baxın, burada cəmsi verilib. Yəni, y plus 3x bərabərdir 21 yazacaqdır. Daha sonra burada isə cəmi 17 verilib. Burada 21 idi. 2y plus x bərabərdir 17. Sistem tənliyi alsaq, nə edə bilərik? Yuxarını 2-yə vuraq, yuxarıdan aşağını çıxaq. O zaman alıram ki, 2y plus 6x bərabərdir 42. Aşağıda alınır 2y plus x bərabərdir 17. Yuxarıdan aşağını çıxsam, almış olacağım. Y-lər gedəcək təbii ki. 5x bərabərdir 42-dən 17 çıxsaq 25. Buradan da x bərabərdir 5-ə. X 5-dirsə, gətirib burada yerinə qoysaq, x 5-dirsə, o zaman y nəyə bərabər olacaq? Y də bərabər olacaq. 5-i sağ tərəfə atsaq, 12-ni də 2-yə bölsək 6. Deməli, y də 6-dır. Bizdə nə soruşmuşdur? Boyu, deməli, bizdən soruşmuşdur. Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayı. Yəni 2y. Bu da bərabərdir. Biz y tapmağa ehtiyac yoxdur. Buradan problema 2y tapırdıq. 2y 12 olmuş olacaq. Keçək son sualımıza. 85-ci sual. Deməli, 85-ci sual. Deməli, bizdən m nöqtələr verilibdir. Bura n-dir. Burası m-dir. Aha. Təpə nöqtələrdir. Bunun düsturu da var hazır. Düsturunu da bura qeyd edeyim. M bərabərdir nəyə? M bərabər idi. Mənfi b bölünsün 2a. N nəyə bərabər idi? N isə bərabər idi 4ac çıxılsın b kvadratı bölünsün 4a düsturundan tapılır. Bu hazır düsturlar idi. Biz burada elə m n-lə də yaza bilərik və yaxud da ki, x qarşısına 8x üstə gəlsin 16-nı 18-i parçalaya da bilərik. 16 üstə gəlsin 2 kimi parçalayacaq təbii ki. Mən parçalamakla yazacağam. X kvadratı kim parçalaya bilməsi təbii ki, düsturları bilməlidir ki, elə yazsın. Çıxılsın 8x plus 18-i belə yazıram. 16 plus 2 şəklində yazdım. Diqqət etsək, bura bizə nə verir? Bura bizə x çıxılsın 4-ün mötərizə kvadratını verir. Yəni x çıxılsın 4-ün mötərizə kvadratı plus 2 vermiş olacaq. Aha. İndi y bərabərdir. A vurulsun. X çıxılsın m'in kvadratı plus n. Burada m nə idi? M artıq uyğun olaraq görürük ki, m mənfi 4-dür. Daha doğrusu 4-dür, müsbət 4-dür. N isə 2-dir. Deməli, m ilə n-in qiymətini tapdıq. Düstur şəklində. Daha sonra verilmiş şərtdə bir də baxsaq, bizə deyir ki, apsis oxuna, koordinat başlanğıcı və ordinat oxuna nəzərən simmetrik çevrilmələrdən alınan parabollar. Aha. Deməli, biz bilirik ki, baxın, m ilə n qiymətlərini tapdıq. M və n. Bunların qiymətləri nə oldu? 4, 2. 4, 2 olmuş oldu. İndi biz bunları
OX oxuna, yəni apsis oxuna, koordinat başlanğıcı və ordinat oxuna nəzərən simmetrik dəyişmələri yazın. Deməli 4 2-dirsə, 4 2-dirsə, apsis oxu nə deməkdir? Yəni OX. O zaman Y qalacaq. Y dəyişəcək. Oldu -2. Bu belə. Sonra koordinat başlanğıcı nəzərən deyərsə 4 2 koordinat başlanğıcına deyərsə, yəni 0 0 hər ikisi dəyişmiş olacaq. 0 0 nöqtədə bu da bərabərdir. -4 və -2 eləmiş olacaq. Burası da aydın. Və bir də ordinat oxuna nəzərən deyib. Bir də ordinat oxuna nəzərən deyib. Yəni bu sual ətraflı yazı tələb olunan bir sualdır. İmtahanda bu sualları bu şəkildə, izahlı şəkildə yazmaq lazımdır. Bu formada yəni. O apsis oxuna nəzərən deyərsə, o zaman olacaq. Burada isə x qalacaq, y dəyişəcək. Daha doğrusu y qalacaq, x dəyişəcək. -4 -4 2. Bunları da yazdıq. Sonra təbii ki, A nöqtələrini biz bilirik. Çünki A nöqtəsinin burada dəyişən nöqtəsi x qarşısında 8 18 funksiyasına uyğun paraboldur. O zaman bura olacaq 4 2. Burası aydın bir məsələdir. 4 2-dir. Yəni m-in qiyməti 4, n-in qiyməti 2-dir. Burası aydın bir məsələ. İndi bizdən soruşur ki, alınan parabolların təpə nöqtələri uyğun olaraq BCD nöqtələrdir. ABCD dörtbucaqlısının perimetrini hesablayın. Necə yaza bilərik burada? Deməli. Şəkil üzərində bir də əlavə şəkil çəkək burada. Daha aydın görsənsin. Baxın, A nöqtəsinin özü burada qeyd olunub. A nöqtəsi özü burada qeyd olunub. Uyğun olaraq bura nədir? 2-dir. Bura isə 4-dür. Burası aydındır. Biz bunu daha aşağıdan çəkək. Tam da çünki eyni məsafədə olmasında, yəni 4-dən 2. D2 bax buradadır. A nöqtəsi D2 buradadır, 2 də buradadır. Sonra isə gətirək, artıq biz B, C və D nöqtələrini qeyd edək. Təbii ki, uyğun olaraq B hansıdır? Apsis oxuna nəzərəndir. C hansıdır? Koordinat başlanğıcına nəzərəndir. D isə ordinat oxuna nəzərəndir. O zaman mən birinci başlayaq apsis oxuna nəzərən. Apsis oxuna nəzərən deyirsə, y-imiz -2, x-imiz 4-dür. Onda burada olacaq o. -2 nöqtəsi buradadır. Və bu belə birləşəcək. Yəni B nöqtəsi düşəcək burada deyil. Sonra buranı 4 qeyd edək. Sonra nə deyib? Sonra isə deyir koordinat başlanğıcına nəzərən. Koordinat başlanğıcına nəzərən deyərsə -4 -2 yəni -4 artıq bura düşəcək. C nöqtəsi artıq bura düşdü. D nöqtəsi isə ordinat oxuna nəzərən -4 -2. Bu isə buraya gəlib düşəcək. Artıq fikir versəz, bir dənə dörtbucaqlı alındı. Bizdən bunun perimetrini soruşur. Diqqətlə baxsaq artıq şəkli yaxınlaşdıraq. Buradan bura olan məsafə artıq bura 2-dir. Çünki bura 2 idi. Qeyd edək, bura 2 idi. Daha doğrusu 2 yox. Buradan bura olan məsafə 2 idi. Buradan bura olan koordinat başlanğıcından bura ki -4 isə məsafə artıq oradan bura 4-dür. Eyni ilə artıq bura şimdi 4-dürsə, o zaman burada 4-dür. Məsafə 4-dür. Ümumi olaraq onda DA oldu nə qədər? DA oldu. Bizdən perimetri soruşur. DA oldu nə qədər? DA ümumi oldu 8. Və deməli 8. Və bizdən AB-ni tapmaq istəsək, bura kimi 2-dir. Buradan burada 2-dir. Cəmi nə qədər elədi? 4 elədi. O zaman burada oldu 4. Bizdən bunun perimetrini soruşur. Perimetri bərabərdir. 2 vurulsun. 4 üstə gəlsin 8. Yəni tərəfi 4 8 olan bir düzbucaqlı almış olduq. Bizdən isə bunun perimetrini soruşur. Bu da bərabərdir 24. Doğru cavabımız oldu bizim 24. Bununla da izahı yekunlaşdırdıq.
İnşallah növbəti izahlarda görüşənə qədər. Sağ olun, hər birinizə uğurlar.